Əslində müasir psixologiyada belə tərtib olunur ki, pasient gələndən sonra anamnez deyirlər. Yəni pasientlə bağlı bir hekayə. Bu kimdir? Hardan gəlir, hansı ailədə böyüyüb, müəyyən mənada uşaqlıq illəri, indiki mövcud durumu, nə işlə məşğuldur, bunu toplayırsan və sonra pasiyentə müraciət olunur ki, sən məndən nə gözləyirsən, bura niyə gəlmirsən, nə istəyirsən? Təəssüf ki, bəlkə inkişaf etmiş insanlara aiddir. Bəzən görürəm, pasiyent gəlib detal üçün gəlib. Bu məni sevindirir. Görürəm ki, əlləşib, kitablar oxuyub, öz-özündə falan, hansısa detallar çatmır. Gəlib məndən onu almaq. Amma bəzən olur ki, pasiyent gəlib ümumiyyətlə heç nə bilmir. Niyə gəlmişəm bura? Deyir, gəlmişəm də belə falan. Bu zaman pasiyentlə söhbətlərlə onun əsas narahat eləyən şey nədir? Onun kökünü taparaq və onun üzərində düşünərək bir dənə məsələni masaya yatıraraq bir şeyi, əsas məsələni masaya yatırırıq. Onun köklərini araşdırırıq, onun üçün tapşırıqlar veririk və s. və s. O məsələnin öhdəsindən gəldikcə pasiyent onda bir özgüvən də yaranır digər narahatlıqları həll etməyə.